Çox təəssüf ki, bəli, birinci gün böyük ehtimalla Tofiq Yaqubluya hökm oxunacaq və sizin də dediyiniz kimi bir halda ki, prokuror bu qondarma iş üzrə 10 il müddətinə Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsini istəyib, hakim qərarda çox fərqlənməyəcək, çox təəssüf ki, və bu Tofiq Yaqublunun və bütövlükdə Azərbaycanda azad fikirli insanların cəzalandırılması olacaq. Tofiq Yaqubludan açıq-aşkar qisas alırlar. Tofiq Yaqublu məhkəmə prosesi ərzində dönə-dönə, dəfələrlə isbatladı ki, o heç bir cinayətin iştirakçısı deyil. Nəinki cinayət törətməyib, heç bəhanə də verməyib. Açıq-aşkar adamı xüsusi ssenari ilə şərləyiblər və Tofiq Yaqubludan qisas alırlar. Tofiq Yaqubludan Azərbaycan xalqının sözçüsü olduğu üçün, bax, sizlərin hər birinizin haqqını, hüququnu müdafiə etdiyi üçün qisas alırlar. Quru sərhədlərinin açılmasını tələb etdiyi üçün qisas alırlar. Azərbaycanın talan edilən milyardlarını korrupsioner hakimiyyətdən tələb etdiyi üçün qisas alırlar. Tofiq Yaqubludan Azərbaycanın hər bir əzilən insanının, qazilərinin, veteranlarının, az təminatlı ailələrinin, uşaqlarının haqqını tələb etməsinin qisasını alırlar. Tofiq Yaqubludan Azərbaycan hakimiyyətinin korrupsiyasını ifşa etməsinin qisasını alırlar. Onun sərt tənqidlərinin, prinsipial mövqeyinin qisasını alırlar. Ona görə də biz bunun hamımız fərqində olmalıyıq ki, əslində tək Tofiq Yaqublu deyil cəzalandırılan. Əslində Tofiq Yaqublunun simasında müstəqil sözdür, danışan dillərdir cəzalandırılan. Ona görə də xalqımız fərqində olmalıdır. Tofiq Yaqubluya və siyasi məhbusların hamısına öz dəstəyini artırmalıdır.